Qardaşım, masaj söhbəti, bax, mən sənə açıq deyəcəyim. Tamam. Mənə Nazilə Səfər dedi ki, sənin haqqında Daxili İşlər Nazirliyi şikayət edib. Çünki o videoda, bəli, onun oğlanlar ona deyib ki, ailəli qadındır, sən ailəli qadına demirsən ki, sən mənim belimi oxalamışsan, masaj eləmişsən. Videonda var da, qurban olub. Telefonumda var, mən Füzulda olanda o şeir hansı mahnının şeiridir? Sevda gəldi, hə, amma sən axı onu deməmişsən, başıma dönüm. Sən nənəm, sən nənəm. Açıqlamasını verdi, hə. Mən demişim, Nazirə, mən belim masaj eləyim. Orada elə çıxıb, amma istənmirsən, Sabir. Göstərəcəyim o videonu sənə, bəli. Biz mahnını qoyaq qırağa. Mənə bugün sənin bura dəvət edib, məqsədi, mən Nazilənin evinin içiyəm, mənim evimin içidir, uşağımın bibisidir. Oğlanları mənə dedilər ki, bu qardaş səni bir dənə soruşdular ki, mənim anam, bu, yəni cəmaat bunu düz başa düşmür, bizdən əsəbləşib, deyib masaj belimi oxalamaq saat, o da deyir ki, hə, mən müharibə vaxtı onun yanına getsəydim, ayağını da oxalayardım, əskərimdir, qardaşım, amma belə şey olmayıb, əsəbləşib deyir, şeiri deyib. O da etdi mənə şeiri, amma sən orada başqa cür algılamırsan. Tarix bəy, mən o videonu necə çəkmişəm? Bəli. Aşıq Zülfiyə xanımla danışdım. Zülfiyə xanım